Dostlar, salam, Magya baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Bugünkü verilişimiz bir sual ətrafında qurulub. Elmi məqalələr necə yazılır? Gəlin müzakirə edək. Qonağımız Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayevdir. Elmir bəy, xoş gəlmisiniz. Xoş gəlmişik. Bugün elmi məqalələrdən danışmaq istəyirik, onları biraz müzakirə etmək istəyirik və gəlin əvvəlcə ondan başlayaq ki, ümumiyyətlə, elmi məqalə yazmağa hazırlaşan bir gənc mövzunu necə seçməlidir? Ümumiyyətlə, bugün çox aktual mövzuya toxunmusunuz. Mövzuya keçməmişdən əvvəl elmin vacibliyi ilə bağlı bir xırda statistika vermək istəyirəm. Araşdırmalar göstərir ki, son 60 ildə dünya əhalisi təxminən 2,5 dəfə artıb. Amma son 20 ildə elmlə məşğul olan əhalinin sayı 2 dəfə artıb. Bu analogiyanı nəzərə alsaq, belə çıxır ki, elm getdikcə populyarlaşan bir sahədir ki, insanlar məşğul olmaq istəyir. Ölkəmizdə də bu sahədə illər üzrə biz baxsaq, doktoranturaya qəbullarda elmin populyar olduğunu görürük. Bunlar isə Azərbaycan Milli Elmlər Akademiyası kimi qurumlarda fəaliyyət göstərən Gənclər Təşkilatının gənclərə deyərdim təbliğatıdır. Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Akademiyası təsis olunub, hansı ki, bu artıq öz fəaliyyətini 10 illiklərdir davam elətdirən şura fəaliyyətindən Gənclər Akademiyası fəaliyyətinə keçirdib. Bu fəaliyyətin əsasında da siz dediyiniz məsələ durur. Orta məktəblərdə, hansı ki, Respublikamızda Sabahın alimləri layihəsi keçirilir, o layihələrə bizdən gənc alimlər rəhbərlik etməklə, müxtəlif kiçik akademiyalar məktəblərdə qurulmaqla artıq məktəb yaşlarından şagirdlər səviyyəsində elmə cəlb. Daha sonra universitetlərdə maraqlı şəxslərin elmlə məşğul olması üçün şərait, hansı ki, bizdə gənclər onunla məşğul olub, onlara pedaqoji dəstək verirlər, akademik dəstək verirlər və beləliklə müxtəlif siniflərdə, təhsil pillələrində gənclər hansılar ki, elmə maraqlıdır, onların elmi fəaliyyətə cəlbi istiqamətdə işlər gedir. Elmi məqalənin yazılması üçün isə bu dediyim mərhələlərdə akademik məsləhətlə və iki formada ola bilər. Gəncin öz ideyası var, bu ideyanın arxasınca gedir və akademik məsləhət alır. Bir də akademik məsləhətçi tapır və elmə marağının, həvəsinin olduğunu vurğulayır. Ondan sonra isə bu istiqamətdə addımlar atır və ona mövzu verilir, o araşdırmalar aparır, mövzunun seçimi həyata keçirilir. Deyərdim ki, ideyanın qoyuluşu artıq işin 50%-ni görmək deməkdir. Ondan sonraki mərhələdə tədqiqatçıya, gəncə alətlər lazımdır. Dünya ədəbiyyatı ola bilər, bugünkü müasir çağırışlara əsasən süni intellekt alətləri ola bilər, İKT-nin imkanları ola bilər və s. Bundan sonra müxtəlif laborator avadanlıqlar ümumiləşdirsə, yekunda artıq məqalənin formalaşması prosesi tamamlana bilər. Prosesin yarısını mövzunu tapmaq adlandırdınız. Daha doğrusu ona şamil elədiniz. Maraqlısı budur ki, mövzu tapmaq bu qədər əhəmiyyətli ikən bu qədər çətindir həm də. Eyni zamanda bir o qədər də çətindir. Biz biraz tarixə səyahət eləsək, görərik ki, bir kimyaçı kimi vurğulayım, topoloji izolyator deyən bir maddələr var. O maddələr, təsəvvür edin, şəhərdir. Şəhərin ətrafında mobillik var, qatarlar, avtobuslar, nəqliyyat hərəkət eləyir, şəhərdə sakitçilikdir. Və topoloji izolyatorlarda belə bir materiallardır. Hansı ki, materialın içində sakitçilikdir, elektron keçidləri, hərəkətliliyi yoxdur, amma səthində var. Bunun nəzəri olaraq verilməsi 10 illiklər əvvəl olmuşdur. Hesablanılmışdır ki, belə bir material almaq mümkündür. Lakin son bir neçə ildə topoloji izolyatorlar barədə geniş tədqiqatlar və hətta tətbiq xarakterli işlər qoyuldu. Və yaxud da Higgs bozonu. Bu nəzəri olaraq 60-cı illərdə tapılmışdı, amma CERN-də 2012-ci ildə real olaraq ən kiçik zərrəcik kimi alınması oldu. Deməli, bugün məşğul olduğumuz işlər əslində ola bilər bugün üçün nəticə verməsin. Gələcəyə hesablanmış olar. Einstein də elə bunu deyirdi. Deyirdi, mən özümdən əvvəlkilərin çiyinlərinə çıxdım deyə bu qədər uğurlu olundum və göründüm. Biz köhnə biliklərin araşdırmalarını edib, artıq yeni biliklər formalaşdırırıq və elmdə bu cür inkişaf edir. Yeni biliklər və tələbata uyğun tədqiqatların qoyulması ilə.
Bugünün həmçinin də qeyd etdiyiniz kimi gələcəyin tələblərini, bir növ dövrün tələblərini araşdırmaq üçün hansı resurslardan istifadə etməliyik? Çox maraqlıdır. Burada nəzəri biliklər mütləq rol oynayır. Müasir çağırışlar mütləq rol oynayır. Eyni zamanda dil bilikləri, düzdür, indiki alətlər bu biliklərə analoji səslənə bilər. Düşünürəm tam ödəmir. Bəzi vurğular var ki, o vurğuları əgər dil biliklərində sən düzgün bilmirsənsə, tərcümə proqramları da səhv edir. Həmçinin daha çox mənbəyə əl çatmaq Bəli, üçün. məsələn, indi demək olar ki, elmin dili ingilis dilidir. İngilis dilində daha çox material var. Bir ara əvvəllər rus dilində kitablar oxuyurduq, təkmilləşirdik. Bu gün çağırış ingilis dilidir. Bir də müasir təchizatlanmış laborator şərait. Əgər biz deməli tətbiqi xarakterli elmlərdən danışırıqsa, humanitar ictimai elmlərdə danışanda burada fikri ideya, rahat zona lazımdır ki, sərbəst ideyalar formalaşsın. Elmin axışı belə olur. Əvvəl beyində formalaşır, qurulur, söhbətdə formalaşır, laboratoriyada tamamlanır. Buna görə də mən düşünürəm ki, bu alətlərin məcmusu olsa, artıq biz müfəssəl bir nəticədən danışa bilərik. Elmi məqalələri asan dildə izah eləmək, yazmaq mümkündür? Məşhurlardan biri deyir ki, əgər bir fizik öz fizikadan bildiyi hansısa qanuna uyğunluğu barmenə asan dildə izah eləyə bilmirsə, deməli o həmin qanunu bilmir. Bəli, bütün qanuna uyğunluqları izahı mümkündür. Söhbətimizin əvvəlində nitqinizə statistik göstəricilərlə başladınız. Biz bilirik ki, elm nə qədər populyarlaşıb günümüzdə. Bəs Azərbaycan gəncləri arasında nə qədər maraq var və hazırda sədrlik, rəhbərlik etdiyiniz Gənclər Akademiyasında bunun üçün elmi populyarlaşdırmaq, elmi məqalələrə gənclərdə maraq oyatmaq üçün hansı işlər görürsünüz? Çox yaxşı yerində sualdır. Məsələ ondadır ki, bizim fəaliyyətimizin özəyini bu təşkil eləyir. Gənclər Akademiyası artıq illərdir, 2015-ci ildən gənclərin elmi fəaliyyətini işıqlandırmaqdan ötürü Gənc Tədqiqatçı adlı elmi praktik jurnal dərc eləyir və o jurnalda müxtəlif sahələrdən, sadəcə pedaqogika elmi kənar qalır, digər bütün bildiyiniz elm sahələrindən biz orada gənclərin məqalələrini çap edirik. Bu magistratura təhsilindən başlayaraq doktorantura və sonrakı pillələrdə də təhsil alan gənclərin məqalələrini əhatə edir. Jurnal ildə 4 dəfə çıxır. Bu məqalələr beynəlxalq səviyyəyə çatdırılması üçün ingilis dilində xüsusi sayımız var. Beynəlxalq elmi cəmiyyənin tanıdığı DOI indikatorunun verilməsi məqalənin görünürlüyünü biraz da artırır. O bizim funksionallığımızda da var, fəaliyyətdə də var. Daha sonra Ali Attestasiya Komissiyası doktorantura müdafiəsi üçün təsdiq elədiyi jurnallar siyahısında da var. Dolayısıyla sualınızın cavabı odur ki, biz bəli, fəaliyyət göstəririk. Tək bu fəaliyyətlə yekunlaşmır. İl ərzində fəaliyyət planı ilə bizim fəaliyyətimiz həyata keçirilir və bu fəaliyyət planı seminarlar, dəimi masalar, konfranslarla deməli həyata keçirilir ki, burada da gənclər üçün platforma yaranır və o platformada gənclər öz tezislərini səsləndirirlər, öz elmi fəaliyyətinin nəticələrini auditoriya bildirirlər və o müdafiəyə qədər olan mərhələdə onlar üçün faydalı olur. Yetişirlər, puxtələşirlər, müxtəlif elmi işlər ortaya qoyulur və elm adamlarından müxtəlif rəylər alırlar. O rəylər, o suallar o camiyə girirlər də bir növ ətraflı. Bu fəaliyyətlər bizim deməli Gənclər Akademiyasının fəaliyyət istiqamətidir və hazırda da gücləndirilmiş şəkildə davam edir. Uğurlar arzu edirik. Elmi məqalələr çox savadlı insanlar üçündür. Yoxsa hər kəs yaza bilər? Elmi məqalələr elmlə məşğul olanlar üçündür. Bizim ölkədə magistratura səviyyəsindən nəzərdə tutulur. Magistr təhsili alan tələbə artıq elmi məqaləni sərbəst şəkildə yazma bacarığına sahib olmalıdır və o səviyyədən. Lakin bakalavr səviyyəsində biz universitetlərdə də pedaqoji fəaliyyətlə məşğuluq. Görürük ki, nə qədər ideyalı və işləyən, nəticə ortaya qoyan və onu təqdim edən gənclərimiz var. Ona görə də biraz da bakalavr səviyyəsinə də gətirib çıxarmaq olar. Söhbətimizin əvvəlində də dedik ki, sabahın alimləri layihəsi də var.
məktəblərdən. Əgər məktəb deməli Bu ta oradan başlayır. bəli, rəhbər varsa, ona rəhbərlik eləyir, yoluna işıq saçırsa, mayak olursa, mən düşünürəm ki, elə məktəbdən elmi fəaliyyət qurub elmlə məşğul olmaq və məqalə yazmaq mümkündür. Təşəkkür edirik vaxt ayırıb gəldiyiniz üçün. Fəaliyyətinizdə uğurlar arzu edirik. Həmçinin bölüşdüyünüz fikirlər də bizim üçün çox dəyərlidir. Mən təşəkkür edirəm. Gənclər üçün çox yaxşı platforma yaratmısınız. Biz necə ki, gənclər üçün çalışırıq, elmlərini inkişaf elətdirsin. Siz də Həmkar gənclərin hesab olunuruz. bəli, gənclərin fəaliyyətini işıqlandırmaq üçün platforma yaradırsınız. Sizə və rəhbərinizə yaradılan Təşəkkür şərait üçün təşəkkür Sağ edirəm. olun. Gəlin indi isə bu sahədə fəaliyyət göstərən gəncimiz Asim Cənnətovu tanıyaq. Uğur kimisi üçün təsadüf, kimisi üçün şans, kimisi üçün isə əzmin, zəhmətin və yuxusuz gecələrin bəhrəsidir. Asim Cənnətov isə uğurun təsadüf olmadığını sübut edən gənclərimizdən biridir. Eyni zamanda gənc alimlərimizdən biridir. Gəncədən başlayan həyat yolu onu böyük uğurlara, böyük hədəflərə doğru aparıb. Asim hələ gənc yaşlarından biliyin insan həyatını dəyişən ən böyük güc olduğuna inanıb. Bu inamla Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Amma bu onun üçün sadəcə başlanğıc olub. Daha böyük hədəflər üçün İtaliyada təhsil alıb. Erasmus proqramı ilə Türkiyədə təcrübə qazanıb. Dünyagörüşünü genişləndirən bu yol onu elmdə daha da möhkəmləndirib. Bu gün Asim Cənnətov həm İnnovasiyalar Mərkəzində çalışır, həm də Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirir. Gərgin əməyinin nəticəsi olaraq ilin gənc alimi mükafatına layiq görülüb. Məqsədin, zəhmətin və inamın varsa, arzularına çatmaq əlbəttə mümkündür. Gəncədə başlayıb və bu gün Bakıda davam edən bu yol mənə çox şeylər öyrədib. Həyatda mübarizə olmaq, qarşına hansı maneələr çıxmasına baxmayaraq tutduğun yoldan geri dönməmək və əsas hədəflərinə yönəlmək. Əgər biz həyatımızda qarşımıza çıxan maneələri görüb geri çəkilsək, yaxud bütün diqqətimizi problemlərə fokuslasaq, o zaman belə deyim, həyatımızın əsas məqsədindən yayınmış olaraq. Ümumiyyətlə biz bilirik ki, oğlanlar polis olmaq istəyir, qızlar da həkim olmaq istəyir. Ümumiyyətlə sizin uşaqlıq arzunuz nə idi? Nə olmaq istəyirdiniz? Uşaqlıqdan mənim də bir arzum var idi. Polis məmuru olub hüququn keşiyində dayanmaq. Təbii ki, gözəl bir sahədir. Yaşadığın cəmiyyətin, o cəmiyyətin sakinlərinin maraqlarını müdafiə etmək, hüququn keşiyində dayanmaq niyə də olmasın. Ancaq zamanla mən dərk etdim ki, mən bu sahənin adamı deyiləm. Elmə maraq göstərməyim, tədqiqat yönümlü bir insan olmağım məni artıq elm sahəsinə çəkib gətirdi. Və elm də elə bir sahədir ki, burada müstəqil düşüncəli olmalısan. Tədqiqat yönümlü insan ilk növbədə müstəqil düşüncəli olmalıdır. Əgər müstəqil düşüncəli olmasan, sən tədqiqatını həyata keçirə bilmərsən. Bakı Dövlət Universitetindən İtaliya Universitetinə gedən təhsil yolunuz necə başladı? Ailədə daim bu tarixə bir maraq olub bizdə. Və mən də atamın seçdiyi ixtisası davam elətdirdim. Ümumiyyətlə, biz bilirik ki, siz tarixçisiniz və bir tarixçi alim olaraq tədqiqatlarınızı tam olaraq hansı yöndə aparırsınız? Yəni, bunu bilmək istərdik. Tədqiqatım əsasən Cənubi Azərbaycan məsələsi ilə əlaqədardır. Yəqin siz də bilirsiniz ki, bugün Cənubi Azərbaycan məsələsi heç bir zaman olmadığı qədər aktuallıq kəsb edir artıq. Günümüzdə baş verən hadisələr, qonşu ölkələrdə yaşananlar, hətta cənab prezidentimizin də yəqin bilirsiniz, Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının zirvə görüşündə bir məsələyə toxundu ki, biz təşkilata üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın da hüquqlarının, dilinin və kimliyinin qorunmasına çalışmalıyıq. Və mənim də tədqiqatım bir növ bu sahə ilə bağlıdır, bu çağırışdan irəli gəlir. Biz bilirik ki, siz ilin gənc alimi adına layiq görülmüsünüz. Ümumiyyətlə, mənə çox maraqlıdır ki, siz bu adı eşidəndə nə kimi bir hisslər keçirdiniz? Mənə çox maraqlıdır. İlin gənc alimi bir dəyərdir. Apardığın tədqiqatlarda əldə etdiyin nəticələrə görə sənə verilən bir dəyərdir. Mən bunu belə ifadə edirəm. Təbii ki, bu adı almağım da o qədər də asan olmadı. Elmi tədqiqatları həyata keçirmək, bu tədqiqatların nəticələrini dünyanın nüfuzlu elm metrik bazalarında indeksləşdirilmiş jurnallarda nəşr etdirmək. Bütün bunlar məni bu mükafata sonda layiq gördü. Sonda gənclərə olan tövsiyələriniz nələrdir?
mübariz olmalarıdır, tutduğu yoldan geri dönməmələridir. Həyat onların qarşısına maneə çıxardacaq. Həyatın da mahiyyəti zaten bundan ibarətdir. Həyat sənin qarşına maneələr çıxardır və sən daim mübarizə aparırsan. Yəni həyat yaşam uğrunda mübarizədir və zamanla bütün daşlar yerinə oturur. Ona görə də heç bir zaman qarşınıza hansı problemin, maneənin çıxmasından asılı olmayaraq tutduğunuz yoldan geri dönməyin, daim irəliyə baxın, gələcək hədəflərinizə yönəlin. Və gənclərə daha bir tövsiyəm də bundan ibarətdir ki, maksimum dərəcədə xarici təhsil imkanlarından, müxtəlif layihələrdən yararlansınlar. Qonağımız Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin tələbəsi Elada Zərgərovadır. Salam, Xoş gəlmisiniz. Xoş gördük. Elada, biz bugün elmi məqalələrdən danışmaq istəyirik. Sizin də bu istiqamətdə müəyyən təcrübələriniz və mən deyərdim ki, kifayət qədər də uğurlarınız var. Biz bilirik ki, siz beynəlxalq layihələrdə iştirak eləmisiniz, bir sıra beynəlxalq layihələrdə iştirak eləmisiniz. Bu baxımdan gəlin ən əvvəldən başlayaq, ən əvvəldən danışaq. Ümumiyyətlə marağınız necə yarandı? Neçə müddətdir məşğulsuz elmi məqalələr yazmaqla? Əslində hər universitetdə olduğu kimi Sumqayıt Dövlət Universitetində də tələbə elmi cəmiyyəti fəaliyyət göstərir. Mən ilk dəfə elmi tədqiqat işlərini aparılmasına başlamaq ideyası məndə tələbə elmi cəmiyyətində yarandı. Belə ki, müəllimlərimizdən birisi mənə yaxınlaşdı və burada iştirak etməyimi daha çox məsləhət gördü və beləliklə elmi tədqiqat işinə başladım. İlkin mərhələdə bölmə iclasları keçirilirdi və həmin bölmə iclaslarında kiçik miqyaslı məqalələrlə, tezislərlə çıxış etməklə bizdə maraq oyadırdılar və daha sonra ətraflı şəkildə məqalələrin yazılmasına başladım. Müəyyən bir struktur var əlbəttə ki, biz bilirik ki, etalon var. Biraz bu barədə istəyirik danışaq. Elmi məqalə yazarkən nəyə diqqət edirsiniz və ümumiyyətlə nədən başlayırsınız? Məqalə yazarkən əvvəlcə konfransların seçilməsinə diqqət yetirmək lazımdır. Məsələn, maraq dairənizə uyğun olan konfransların seçilməsi olduqca vacibdir. Ola bilər ki, siz hər hansı bir mövzunu seçmisiniz, amma konfrans mövzusu ilə əlaqəsi yoxdur. Bu zaman həmin konfransa məqalə göndərmək kimi bir səhv etmək yəni düzgün hesab olunmur. Müəyyən bir struktur dedikdə və yaxud da vacib dedikdə, ümumiyyətlə məqalələrin yazılmasında əsas məsələ düzgün plan qurmaqdır. Bilirik ki, məqalələr giriş, əsas və nəticə hissəsindən ibarət olur. Ola bilər ki, tədqiqat sahəsinə uyğun olaraq müzakirəli hissə və yaxud da eksperimental hissə olsun. Eyni zamanda bu konfransın və məqaləni göndərəcəyiniz jurnalın tələbindən asılıdır. Həmin giriş, əsas nəticə hissəsi və müzakirəli hissə, eksperimental hissələrə uyğun olaraq planlar təyin edərək həmin məqaləni daha strukturlu etmək daha yaxşı olardı. Məqalələrdə daha çox diqqət edilən məsələ mövzu adı ilə məqalə mətninin uyğun olmasıdır. Eyni zamanda plagiat məqalələrdə yol verilməz bir haldır. Ümumiyyətlə konfransların özünə uyğun tələbləri də mövcud olur, plagiat səviyyələri mövcud olur. Maksimal səviyyə 30% qəbul olunmaqdadır. Siz qeyd etdiniz ki, adı ilə məqalənin tərkibi üst-üstə düşməlidir. Bunu biz çox vaxt sosial şəbəkələrdəki xəbərlər haqqında deyirik ki, başlıq tamam başqadır, amma xəbərin özü tamam başqadır. Və biz bilirik ki, bunu adətən diqqət çəkmək üçün eləyirlər. Məqalədə bu necə işləyir? Nəyə görə adı başqa cür yazılır? Məqalədə ümumiyyətlə belə deyim, mövzu adı ilə tərkibindəki mətn tam uyğun olmalıdır. Artıq bu xəbər formatı ilə və yaxud da sayt formatı ilə eyni deyil. Bu artıq elmi tədqiqat işidir və bundan gələcək nəsillər istifadə edəcək. Artıq bu rəsmi portallara yerləşdirilir və burada düzgün şəkildə məqalə mövzusu düzgün şəkildə təqdim olunmalıdır ki, gələcək nəsillər bundan uyğun formatda istifadə edə bilsinlər. Tokyo, New York, London kimi böyük platformalarda iştirak etmə haqqınız olub. Bu
necə bir təcrübə idi və ümumiyyətlə ordakı çıxışınız barədə bizə biraz danış. Tokyo, London və New York kimi və yaxud da digər platformalarda çıxış edərkən mən artıq lokal səviyyədə bir təcrübə qazanmışdım və fikirləşdim ki, artıq bunu beynəlxalq səviyyəyə daşımaq lazımdır. Azərbaycanın istər mədəniyyəti, istər tarixi və digər spektrlarda Azərbaycanı tanıtmaq lazımdır və qənaətə gəldim ki, artıq beynəlxalq konfranslara qoşulub bu sahədə tədqiqat apardım və təbii ki, müəllimlərimdən dəstək aldım, çünki onlar daha təcrübəlidirlər bu sahədə. Onların dəstəyi ilə artıq beynəlxalq konfransları aşkarladıqdan sonra həmin konfransların tədqiqat sahəmə uyğun olduğunu müəyyənləşdirib onlara konfrans şərtlərinə uyğun şəkildə strukturlaşdırılmış məqalələr göndərdim. Qəbul olunduqdan sonra konfranslarda onlayn və yaxud da əyani çıxışlar mövcuddur. Düzdür, formal xarakter daşıyanlar da var idi, lakin New York, London və Tokyo kimi konfranslarda mən birbaşa onlayn şəkildə çıxış etmişəm. Konfransın işçi dillərinin arasında türk dilinin olmasına diqqət yetirmişdim. Eyni zamanda ingilis və rus dilləri də mövcud olurdu. Türk dilli olan konfranslarda birbaşa çıxış həyata keçirirdim. Konfransın iştirakçıları və konfransı idarə edən şəxslər tərəfindən məqalə ilə çıxış etdikdən sonra mənə suallar yönləndirilirdi və həmin sualları cavabladıqdan sonra artıq mənim üçün ayrılmış vaxt bitirdi və sonra bizə məqalələrin dərc olunmuş versiyası göndərilirdi. Təbii ki, sualları cavablandırdıqdan və məqalə qəbul olunduqdan sonra artıq onlar qənaətbəxş hesab edirlərsə, artıq dərc olunmuş versiyası göndərilirdi və təbii ki, beynəlxalq sertifikat verilirdi. Beynəlxalq layihələrdə dil və formatla bağlı əsas tələblər hansılardır? Dillə bağlı tələblər dedikdə biz bilirik ki, məsələn, burada ingilis dili, rus dili və yaxud da türk dilini bilmək olduqca vacibdir. Ola bilər ki, həmin deməli konfransın aparıcıları Azərbaycanlılar olsun, yəni ekspertlər heyətində, münsiflər heyətində Azərbaycanlılar olsun. Siz Azərbaycan dilində də çıxış edə bilərsiniz. Təbii ki, bu konfransın işçi dilləri arasında öz əksini tapmaqdadır. Belə bir fərq yaradır ki, biz bilirik ki, elmi məqalələrdə daha çox akademik ifadələrdən istifadə olunur, daha çox terminlərdən istifadə olunur və dil bilgisi olduqca burada vacibdir ki, istər ingilis dilində, istər rus dilində, istər türk dilində düzgün şəkildə həmin ifadələri ifadə etmək lazımdır. Çünki məqalələrin əsas məsələsi dərc olunduqda qarşı tərəfin bunu anlamasıdır, anlaşıqlı olmasıdır, aydın olmasıdır. Bunu siz öz praktikanızda necə edirsiniz? Məsələn, adətən gənclər düşünəndə ki, elmi məqalə yazmaq biraz belə çətin, mürəkkəb səslənir onlar üçün və çox da bəlkə də bəzi gənclər məhz buna görə bu sahəyə yönələ bilmir. Bu stereotip mi deyək, qəlib mi deyək, belə bir fikir var, qəbul olunmur. Necə fikirləşirsiniz? Doğrudan da dediyimiz kimi çətindir elmi məqalələr, onun dili, anlaşılması. İlkin mərhələdə bəli, mənə də çətin gəlirdi. Sadəcə olaraq hədəf qoymaq burada vacib şərtdir və özün üçün hər bir tələbə, hər bir gənc həmin prosesi sadələşdirə bilər. Konfransın şərtlərini diqqətlə oxumaq burada vacibdir. Konfransın hansı formatda məqaləni istədiyi, hansı işçi dillərdə istədiyi, xülasənin hansı formatda təqdim olunması, ilk öncə xülasəmi istəyir, ilk öncə yoxsa tezismi formatında göndərilməsini istəyir, yekunda məqaləni mi istəyir? Yəni bunlarla tanış olmaq olduqca vacibdir. Artıq siz beyninizdə bir plan formalaşdırırsınız ki, mən xülasədə bu barədə danışacağam, tezisdə, məqalənin ilkin tezisində bu barədə danışacağam, məqalədə isə ətraflı şəkildə burada görünmüş ideyaları ifadə edəcəm. Təşəkkür edirik Elada, vaxt ayırıb gəldiyiniz üçün, fəaliyyətinizdə uğurlar arzu edirik. Ümid edirik ki və inanırıq ki, daha böyük platformalarda, daha böyük layihələrdən səsiniz gələcək. Çox təşəkkür edirəm, çox sağ olun. Gənclərlə bağlı ən son yeniliklərdən xəbəriniz olacaq, çünki MAQ-da xəbər vaxtıdır. Dostlar, MAQ bu dəfə sizi Xankəndidən salamlayır. Könlüm Qarabağda, könlüm Zəngəzurda, könüllü gənclər düşərgəsindəyik. Buradakı bütün maraqlananları sizinlə bölüşəcəyik. Gözünüz bizdə olsun. Düşərgənin əsas məqsədi böyük qayıdışa və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən dirçəliş prosesinə töhfə vermək istəyən Qarabağ və Şərqi Zəngəzur regionlarından olan gənclərin şəbəkələşməsini artırmaq, birlik və həmrəyliyi gücləndirmək, onların təşəbbüskarlığını dəstəkləmək olub.
Proqram çərçivəsində Qarabağın mədəni mərkəzləri olan Şuşa və Xankəndiyə ekskursiyalar təşkil olunub. Səfər zamanı gənclər bölgənin zəngin tarixi mədəni irsi ilə tanış olub. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini yerindən izləmə şansı əldə ediblər. Qarabağda müşahidə olunan sürətli inkişaf və dirçəliş prosesi gənclərdə böyük maraq doğurub. Eyni zamanda onlarda gələcəyə dair daha real təsəvvür formalaşdırıb. Könlüm Qarabağda, könlüm Zəngəzurda düşərgəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi Böyük Qardaş Gənclər Təşkilatının təşkilatçılığı həyata keçirilir. Adından da bəlli olduğu kimi Qarabağda və Şərqi Zəngəzurda yaşayan gəncləri əhatə edir. Düşərgəmizdə 65 ümumilikdə 65 gənc bu regionlardan iştirak edir. Belə deyək, düşərgədə onlar üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Bunlar təlimlər, Qarabağda və Şərqi Zəngəzurda gedən proseslərlə bağlı məlumatlandırma, həmçinin təlimlər də əsasən informasiya təhlükəsizliyi, şəxsi inkişaf, komanda idarəçiliyi, komanda işlərinin daha yaxşı təkmilləşdirilməsi ilə bağlıdır. Çünki bu mövzular belə deyək, dövrümüzün prioritet məsələləridir. Və biz bu istiqamətdə düşərgə iştirakçılarımızı, gənclərimizi maarifləndirilməsini həyata keçiririk. Bu gün elmi məqalə yazarkən diqqət etməli olduğumuz məqamlardan danışdıq. MAQ-da başqa hansı mövzuları görmək istəyirsiniz? Elə bu barədə bizə yazmağı unutmayın. Sağ olun.